Salam əziz abituriyentlər, mən Malik müəllim. Deməli, bugün sizlərə 11-ci sinif OTK 3-cü blok sınağını, Azərbaycan dili suallarını izah edəcəm. Deməli, 19 aprel 2026-cı il tarixdə olan sınaqdır. Başlayaq ilk sualdan. Sualımız belədir. Klasteri, deməli, tamamlayın. Rəsmi işsel üslubla bağlıdır. Deməli, bir dəqiqə yazmağa qoyaq. Rəsmi işsel üslubla bağlı olan klasteri biz tamamlamalıyıq. Rəsmi işsel sənədlərin dilidir. Və biz bu ikinci, üçüncüyə tamamlayacaq fikirləri yazmalıyıq. 1. Deməli, dialektik sözlər, terimlər, arxaik sözlər işlədilə bilər. Bir doğru fikir olacaq. Bu üslubda yazılan sənədlərin dilinin maksimum mükəmməlliyi əsasdır. Bəli, bu da doğru fikir olacaq. Çünki rəsmi işsel üslubda bildiyimiz kimi yazılan sənədlərin dilinin maksimum mükəmməlliyi məsələsi var. Cavabımız 1-2, deməli bu da olacaq D variantı. Keçək növbəti suala. Sadə cümlənin şəxsə görə növləri baxımından biri fərqlidir. Vaxtsız banlayan xoruzun başını kəsərlər. Bu olacaq ümumi şəxsli cümlə. İkinci B variantına baxaq. Yıxılanı vurmazlar. Bunun hər ikisi deməli ümumi şəxsli cümlədir. Hər ikisi ümumi şəxsli cümləsə deməli biz bunları çıxacaq. Nəyə görə? Çünki fərqli olan lazım idi. Əgər A variantında belə deyim, ümumi şəxsli olsa, B variantında müəyyən şəxsli olsaydı, onda hələ C variantına baxıb sonra dəqiqləşdirəcəkdik. Ertəyə qalan bəladan qorxma. Bu da fikir ümumi hamıya aiddir, ümumi şəxsli cümlə olacaq. Xəmir yeyənə etibar yoxdur. Deməli, bu cümlə fərqli olur. Cavabımız olacaq D variantı. E variantına baxaq. Xaltanı aslan boynuna vurmazlar. Bu da fikir ümumi hamıya aid olduğu üçün deməli ümumi şəxsli cümlə olacaq. Ona görə bu cavabda çıxacaq. Gəldik 3-cü suala. Dəqiqə lövhəni yaxınlaşdıraq ekranı sualımıza. Hansı növdə isə köməkçi sözü işlənib? Bu fikir yazılsa, sağ burada şərtdir, getdi. Vaxtında deyilsəydi çata bilərdim, bu da getdi deməli. Bilsə, bu da getdi, şərtdir. Burada isə bağlayıcıdır, amma bizə lazımdır isə köməkçi sözü hissəcik lazımdır. Ona görə bu da getdi. Oxuyur, ur zamandır, sada burada isə hissəcik olacaq. Biz bilirik ki, zaman şəkilsindən sonra gəldikdə nə olur? İsə hissəcik olur. Bizə nə lazım idi? İsə hissəcik. Deməli, 3-cü sualda cavabımız olacaq E variantı. Keçək 4-cü suala. Dördüncü sualda nə istəyir bizdən? Bizə ekran lövhəmizə düzəldək. Həmcins zərfli işlənib, həmcins tamamlıq işlənib, həmcins təyin işlənib. Biz burada uyğunlaşdırma aparmalıyıq. Tikanlar, qanqallar bitirmə oğlum. Tikanları, qanqalları bitirmə oğlum. Burada deməli, tikanları, qanqalları sözü həmcins tamamlıqlar olacaq. Həmcins tamamlıqda hardadır? Deməli, 2-dədir. Deməli, 2 A variantı. 3-ə baxaq, yox ki, B-yə baxaq. Biz danışırıq, gülürük, sevinirik. Burada həmcins xəbərlər var. Həmcins xəbər bizə lazım deyil. B getdi. Ümumiyyətcə, şəhərin yeni salınmış enli yolları maşınlar üçün əlverişlidir. Burada da şəhərin deməli yolları 3-cü növdür. Bu sizi çaşdırmasın. Yəni, yeni salınmış enli bunlar sizi çaşdırmasın. Bunlar 3-cü növün tərkibində bir cümləci olacaq. Yəni, C-də getdi. Xurşudbanu xeyirxah vətənpərvər obrazdır. Necə obrazdır? Vətənpərvər. Təyin necə obrazdır? Xeyirxah. Təyin hansındaydı? 3-də idi. Deməli, 3-ə olacaq D variantı. 3-dür. E variantına baxaq. E variantında bu sözlər nə üçün, niyə? Nə üçün, niyə? Bunlar da zərflik olacaq. Zərflik. 1-ə də oldu E variantı. 1, 2A, 3-dür. 1, 2A, 3-dür. E variantı oldu burada cavabımız. 5-ci sual. Haqqında danışılan varlıq və hərəkətə işarə edən əvəzliyin işləndiyi nümunəni müəyyən edin. Varlıq və hərəkətə işarə edən əvəzlik dedikdə işarə əvəzliyindən söhbət gedir. A variantında onu bu şəxs əvəzliyidir. B variantında mən şəxs əvəzliyidir, getdi. C variantı onda sən, burada sən şəxsdir, getdi. Bizə dəqiqə. B variantında belə sözü var, işarə əvəzliyi. Belə, işarə. Cavabımız B variantı olacaq. Bizə dəqiqə. 5-ci sualda cavab B variantı. Burada belə sözü var. Belə sözdə nədir? İşarə əvəzliyidir. Ona görə 5-ci sualda cavabımız olur B variantı.
Digər variantlara da baxaq. Digər variantda deməli burada yoxdur, bu da getdi. E variantında isə ona sözü, bu da şəxsi əvəzli idi, bu da getdi. 5-ci suala cavabımız E variantı. 6-cı suala baxaq. 6-cı sualda nədir? Uyğunsuzluq, yəni düz olan yox, səhv olanları tapmalıyıq. Hökm və nümunə. Məsdər feili birləşmənin həm əsas, həm də asıl tərəfi olur. Bəli, burada gördüyünüz kimi məsdər danışmaq sözdür, feili birləşmənin əsas tərəfidir. Burada gəzmək. Burada isə məsdər faydalanan feili sifətdir bu da. Burada isə ikincidə isə məsdər feili sifətin asıl tərəfidir. Deməli, bir doğru fikirdir, getdi. 2-yə baxaq. Məsdər mənsubiyyətə görə dəyişə bilir. Bəli, oxumağım, oxumağınız dəyişibdir mənsubiyyətə görə. 2 də getdi. Mış həm də feil sifət şəkilçisidir. Yazılmış məktub. Necə məktub? Yazılmış məktub. Bəli, bu da getdi. 4-də ıb şəkilçisi feili bağlama zaman məzmunu bildirə bilər. Deməli, ıbın feili bağlama olmağı lazımdır bizə. 4-də biz baxırıq ki, buradakı ıb şəkilçisi feili bağlama yox, zaman şəkilçisi funksiyasındadır. Deməli, 4 olacaq. 5. Feili bağlama hərəkətin səbəbini bildirə bilir. Elnur səhvini başa düşüb, üzr istədi. Elnur səhvini başa nə üçün üzr istəyib? Üzr istəməyinin deməli səbəbi səhvini başa düşməyidir. Bu da getdi. Deməli 6-cı sualda cavabımız olacaq D variantı. 7-ci suala keçək. Ara söz işlənmiş nümunələri müəyyənləşdirin. Bəzi durğu şərləri məqsədli şəkildə buraxılmışdır. Doğrusunu heç kim bilmirdi. Burada doğrusunu sözü deməli ara söz kimi işlənməyibdir. Sözün doğrusunu. Burada əsas nitq kimi işlənib getdi. Bu işin nəhayəti. Nəhayət bilirik ki, ara sözdə ola bilər, amma burada nəyə sualını veririk? Deməli, artıq nəhayətinin sözü burada ara söz kimi işlənməyib. 2 də getdi. Cavabımız gərək ola bilsin ki. Deməli, burada gərək ki, ara sözdür, ola bilsin ki, ara sözdür. Cavabımız 3, 4, 3, 4 də hardadır? D variantında. Keçdik növbəti suala. Biraz sürətli izah edirəm ki, yoxlayarkən vaxtınız çox getməsin. Hansı cümlədə ikinci dərəcəli üzv əlavəli işlənmişdi? Deməli, burada elə ilk gözüm E variantına sataşdı. Qaranquşu, baharın ilk carçısını səbirsizlə gözləyirik. Gözləyirik nəyi? Qaranquşu, baharın ilk carçısını. Deməli, burada qaranquşu sözü tamamlıqdır, ikinci dərəcəli üzvdür və baharın ilk carçısını bu isə tamamlığın əlavəsi. Deməli, 8-ci sualda cavabımız oldu E variantı. 9-cu sual. İsmi birləşmənin mübtəda vəzifəsində işləndiyi nümunəni müəyyən edin. Yaradıcı idi. Necə idi? Yaradıcı idi. Xəbər. Nə yaradıcı idi? Günəşi. Yandırıcı. Üzrü sayın. Yandırıcı idi. Necə idi? Yandırıcı idi. Nə? Günəşin şüaları. Bu da oldu mübtəda. Deməli, testdə bizdən nə istəyirdi? İsmi birləşmə olsun və mübtəda olsun. Günəşin şüaları ismi birləşmədir və mübtədadır. Deməli, 9-cu sualda cavabımız oldu A variantı. 10-cu suala bax, səhv yazılmış mürəkkəb adı müəyyən edin. Cavabımız olacaq B variantı. Niyə? Çünki adına sözü kiçik hərflə yazılmalıdır. Qalan hamısı düz yazılıb. Naxçıvan Muxtar Respublikası hamısı böyük hərfləndir və digərləri də düzgün yazılıb. Məsələn, Dünya Azərbaycan Həmrəylik günüdür. Sultan Məcid Azərbaycan Respublikası. Burada bir dənə adına söz kiçik hərflə yazılmalıdır. Deməli, səhvlik B variantındadır. Sonra keçək 11-ci suala. Nədə işlənilməli olan durğu şərlərinin ardıcıllığını müəyyən edin. Qızın əl çəkmədiyi yalan xanımın. Hə. Deməli, burada xanımdan sonra qoşa nöqtə qoyulmalıdır. Qoşa nöqtə. Tre, vergül, tre. Tre, vergül, tre. Deməli, burada bir dənə tremiz olmalıdır. Sonra durdan sonra bir vergül olmalıdır. Burada tre və tredən qabaqda bir vergül olmalıdır. Ola bilsin ki, cavab olaraq siz nə götürmüş ola bilərsiniz? A variant götürmüş ola bilərsiniz, amma burada buradakı üzrü sayın bir dəqiqə yenidən qayıdaq suala. Buradakı durdan sonraki vergülü unutmuş ola bilərsiniz, amma ki, unutmağa heç bir əsas yoxdur. Deməli, burada cavabımız olacaq B variantı. Bir dəqiqə. Bunu mən necə dayandırım? Qələm işarəsini qoyum. Düzəltdik. Deməli, burada cavabımız olacaq 11-də B variantı. Yəni, bildiniz də yəqin ki,
Burada xanımdan sonra qoş nöqtə bu aydın məsələdir. Burada sizə ola bilsin çaşdıra bilən məsələ nə ola bilər? Təkrar deyirəm. Dur sözündən sonra vergülü unutmuş ola bilərsiniz. Cavab olacaq B variantı. 12-ci sual. Sxemdəki doğru məqamları müəyyən edin. Burada deməli cavabımız bir dəqiqə beyni sözü. Burada fonetik norma pozulubdur beyni sözündə. Belə yazılmalı idi. Beyni. İ düşməməlidir. Çünki burada beyni sözündəki i təsirli halın şəkilçisi. Təsirli halın şəkilçisi olduqda i'dən sonra i düşməməlidir. Amma burada düşübdür. Deməli onda nə olubdur? Fonetik norma pozulubdur. 1. Sonra qrammatik norma isə bu aşağıda pozulubdur. Qızıl əsgər sipərindən çıxaraq diri könlündə qanatlandı maraq. 1-4 cavabımız olacaq. Deməli yuxarıdakı cümlədə fonetik norma pozuldu, aşağıdakı cümlədə qrammatik norma pozuldu. Ona görə də 1-4 cavab oldu. Cavabımız olacaq D variantı. 13-cü suala keçək. 13-cü sualda yumşaldırsa sözünü təhlil eləyək. Yumşal sözün kökü D şəkilçisidir burada. Zaman sada hissəcəyik. Bir leksik, 2 qrammatik. Bir leksik, 2 qrammatika uyğun gələn cavab ağladırsa olar, sonra bozararsa olur, qəribçilikdirsə olar. Olur. 1-3-5, 1-3-5 E variantı. 13-cü sualda cavabımız olacaq E variantı. Sonra 14-cü suala baxaq. Hansı filoloji birləşmənin mənasının izahı səhvdir? Xala-xala oynamaq, qeyri-müəyyənlik yaratmaq, sündürməçilik etmək. Bu düzdür. Geri durmaq, mövqeyində çəkilmək düzdür. Ciyəri qana dönmək, son dərəcə qəmlənmək düzdür. Babalı boynuna məsuliyyəti günahı, bu da düzdür. Daşını atmaq, sirrini heç kəsə danışmamaq. Səhv verilən budur. Daşını atmaq, nəyisə tərk etmək falan bu mənalardadır. Deməli 14-də E variantı. 15. Kitabla bağlı yanlış fikirləri müəyyən edin. Kitabla bağlı. Deməli, tərkibində leksik mənaya malik olmayan sözlərində işləndiyi birləşmə ilə ifadə olunmur. Oluna bilər. İsimləşən sözlərlə ifadə oluna bilir. Bəli, oluna bilir. Bu doğru fikirdir. Deməli ki, 7. 3. İsmi birləşmə ilə ifadə oluna bilmir. Oluna bilir. Niyə olmur ki? Deməli, 1, 3, 4, 5-ə baxaq. Həm canlı, həm cansız müraciətdir. Düzdür, amma bizə səhv fikir lazımdır. E oğlan 3 yoldan birini seçmək üçün məsələ xitabı var. Dursun, səhv yoxdur. Bəli, səhv yoxdur. Burada məsələ nədir? Deməli, E-dən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yəni, bunu iki cür düşünə bilərik. E oğlan. Bu formada təkcə burada vergül qoya bilərik. Bir də hər iki tərəfdə vergül qoya bilərik. Həm E-dən sonra, həm də oğlandan sonra vergül. Bu da doğru fikir oldu. Deməli, 1-3. 1-3-də cavab oldu B variantı. 16-cı sual. Andaman etmək, kömək edə bilmək. Deməli, burada nədir məsələ? Andaman etmək mürəkkəb tərkibi feildir. Kömək edə bilmək isə məsdər tərkibidir. Burada diqqətli olmaq lazımdır. Andaman etmək mənə yaraşmaz cümləsində mübtəda vəzifəsində olan söz birləşməsidir. Xeyr, səhv söz birləşməsi deyil. Dedik axı, mürəkkəb tərkibi. Davam edir. Üzrü sanilə bildim, video uzaq dayanır, buna görə mən də dayandım. Olduğu formadadır xəbərli şəkilçisini qəbul edərək cümlədə işlənsə, feili xəbər. Məsdər feili xəbər olmur, ismi xəbər olacaq. Bu da səhvdir. 3. Məsdər tərkibidir. Kömək edə bilmək. Bəli, məsdər tərkibidir. 3 doğru fikirdir. 4. Mürəkkəb sözünün əmrə gəlməsi də A. Bəli, A. Edə bilmək, danışa bilmək. Məsələn, baxın, yazın bunu. Danışa bilmək və bu cümlədəki edə bilmək hissəsini yazaq. A-ə, yəni A-2 şəkilçisindən istifadə olunubdur. 3, 4, 3, 4. Quruluşca mürəkkəb feildir. Xeyr, quruluşca yuxarıdakı biri andaman etmək mürəkkəb feildir. Kömək edə bilmək isə tərkibdir. Tərkib. Cavabımız 3, 4 oldu. A variantı. 16A. 17-yə baxaq. Sintaktik əlaqənin hər iki növünün işləndiyi nümunəni müəyyən edin. Deyir sənə inanır. Sintaktik əlaqənin hər iki növü deyirsə, deməli burada həm tabeli əlaqəsi olmalıdır, həm də tabesiz əlaqəsi olmalıdır. Tabesiz əlaqəsi olması üçün deməli tabesiz mürəkkəb cümlə olmalıdır. A variant tabeli getdi, B tabeli getdi, C tabeli getdi. Oxudum, amma anlamadım. Deməli burada oxudum, amma anlamadım. Bu tabeli deyil. Burada tabesiz əlaqəsi var, amma tabeli əlaqəsi yoxdur. Ona görə burada 7. Cavabımız olacaq E variantı. Günün vaxtı burada
deməli, uzlaşma ilə əlaqəsi olacaq, yəni tabeliyə əlaqəsi olacaq. Gecikirdik, burada isə vaxtı ilə gecikirdik sözün arasında isə tabelisi ilə əlaqəsi olacaq. 17-də cavab E variantı. 18. Euler Venn diaqramına əsasən uyğun fikirləri müəyyən edin. Arif fikirlərini nələr düşündüyünü, nə kimi mülahizələrlə yaşadığını anlayan, Arifin fikirlərini, Arifin fikirlərini nələr düşündüyünü, nə kimi mülahizələrlə anlayan xəyal ona etimadla yanaşırdı. Nə edirdi? Etimadın kim? Xəyal əsgərli. Xəyal əsgərliyi ilə bağlı digərini oxuyum deyə qaranlıq və kədərli aləm atmanı. Deməli, birincidə mübtəda mürəkkəb adla ifadə olunubdur. Mübtəda birinciyə aiddir, yəni A olan aiddir, mürəkkəb adla. Bəli, xəyal əsgərli cümlənin mübtədasıdır və mürəkkəb adla ifadə olunur. Deməli, bir doğru fikirdir. Birlə başlayan cavab olacaq. Eynən C variantı geçsin. Tamamlıq qismi birləşmə ilə ifadə olunub. Kimə? Ona. Tamamlıq qismi birləşmə ilə yox, sözlə ifadə olunubdur. Deməli, 2 getdi. Birlə başlayan 2 olmayan cavab. Deməli, D də getdi. 3-ə baxaq. Fe'li xəbərin ifadə vasitəsi kömək sözlə hissəciklə işlənib. Fe'li xəbərin ifadə vasitəsi. Deməli, yanaşır. D burada idi hissəcik, qalırdı. Burada D da idi hissəcikdir. Deməli, 1, 3 cavabı A variantı. 5-ə də bax, fe'li bağlama tərkibi ilə ifadə olunan zərfli işlənibdir. Bu itirərək, ara qərək var, fe'li bağlama. Bəli, deməli 18-də cavabımız oldu A variantı. 19. Hansı nümunəyə hər iki fikri aid etmək olar? Hər iki fikri. Əsas nitqçələrlə amonimli olan köməkçinin hissəsi yoxdur. Amonimli olan əsas nitqçələri var. Cavabımız olacaq A variantı. Niyə? Deyir ki, amonimli olan əsas nitqçəsi var. Bəli, bax burada əvvəl söz və sonra sözləri amonimdir. Yəni zərf kimi işlənibdir və qoşma ilə amonimdir. Bu şərti yerinə yetirdik. İndi digər şərtə baxaq. Əsas nitqçələrlə amonimli olan köməkçinin hissəsi yoxdur. Burada bir dənə köməkçinin hissəsi la-dır. La da deməli, la qoşmasıdır. La qoşması isə həm qoşma olur, həm də bağlayıcı olur. Qoşma, bir də bağlayıcı olur. Yəni, əsas nitqçəsinin amonimliyi yoxdur. Bağlayıcı ilə amonimliyi var. Bağlayıcı da köməkçi hissəsidir. Deməli, 19-da cavabımız olacaq A variantı. 20-ci suala baxaq. Bunların birində hansı sualına cavab verən söz ümumi qrammatik mənasına görə digər cümlələrdən fərqlənir? Axırıncı deməli saydı, sonuncu saydı, qırıcı, deməli A getdi, B getdi, cavabımız olacaq C variantı. 6-cı da saydı, 5-ci də saydı. D ilə nə getdi? Deməli A, B, D və E variantlarında sözlər ki var, hansı sualına cavab verən sözlər saydı. Amma C variantında say deyil. Bizə fərqli olanı tapmaq lazım idi. 20-də cavab C variantı. 21-ci suala baxaq. Tabeliyyə mürəkkəb cümlənin tərkib hissələri arasında mənalı əlaqələri nəzərə almaqla çərçivələrə uyğun bəndləri müəyyən edin. Deməli, biraz sürətli oxuyuram, üzrü sayasız. Sadəcə vaxt çox getməsin deyə çalışdığım odur. Bir ümumilik bildirir, digəri onu aydınlaşdırır. Hamımız süd məhsullarını, qatığı, pendiri, şoru xoşlayırıq. Deməli, biri 1 olacaq. Sual yenidən oxuyum. Tabeliyyə mürəkkəb cümlənin tərkib hissələri arasında mənalı əlaqələri bir, bəli, burada yanlış fikir yazıb, ona görə 1-i götürürük. Bir fikir digərlə qarşılaşdırılır. Yağış bəzi rayonlarda daşqınlara səbəb oldu, amma biz tərəflərə yağmadı. Nə etdi, yağmadı, nə yağış? Deməli, bir dəqiqə, uyğun fikir deyir də, yəni doğru fikir. Doğru fikir. Deməli, biri niyə düz fikir kimi götürdük biz cavabını? Çünki bir cavabı bir səhv fikirdir və qarşısına yazılıb yanlış. Yanlış fikir yazdıqlarına görə götürdük. Deməli, yanlış olduğunu deyir də bizə. 2-nin qabağına fikir verib doğru yazıbdır. Deməli, amma bu fikir yanlışdır. Deməli, 2-ni götürməyəcək. 2 getdi. Niyə 2-ni götürmürük? Çünki burada 2-də tabeliyyə mürəkkəb cümlə deyil. Və qabağına doğru fikir kimi yazıblar. Qarşılaşdırılır yazıb. Çünki bu cümlədə bir dənə yağış mübtədası var. Nə etdi, yağmadı, nə yağış. Nə etdi, səbəb oldu, nə yağış. Bu sadə cümlədir. Deməli, ona görə 2-ni doğru cavab kimi götürməyəcək. Amma burada gördüyünüz kimi doğru cavab kimi veriblər. Ona görə biz üstdən x atdıq.
Bir hadisənin səbəbini digər nəticəsini bildirir. Gün doğdu ki, təbiət gülsün. Təbiət gülmək üçün gün doğdu. Deməli, bu da tabeli mürəkkəb cümlədir. Deməli, qabağına doğru yazılıb, amma səhv fikirdir. Doğru deyil. Səhv yazsaydılar, götürərdik. Deməli, 3 də getdi. 4-ə bax, külək əsir, yağış yağır kimi. Deməli, burada nə edir əsir, nə külək, nə edir yağır, nə yağış, nə edir çaxır, nə şimşək. Bu tabe mürəkkəb cümlədir və hadisələr eyni zamanda baş verir. Gördüyünüz kimi qabağına doğru fikir yazılıb. Bəli, bu doğru fikirdir. Deməli, buradan 1, neçə oldu? 4. 1, 4. 1, 4 ilə başlayan B variantıdır. 5-ə baxaq. 2 işlə 1-in mümkünlüyü bildirir. Ya bizimlə gedəcəksən, ya da tək qalacaqsan. Deməli, nədir məsələn? Bu, bölüşdürmə ləqəli tabe mürəkkəb cümlə deyil, sadə cümlədir və gördüyünüz kimi qabağına yanlış yazılıb. Əgər doğru yazsaydı, biz onu götürməyəcəkdik. Cavabımız 1, 4, 5 B variantı. 22-ci suala baxaq. Cümlədəki fərqlənmiş sözlər əsasında uyğunluğu müəyyən edin. Cümlə daxilində ismin sonuna cavab verir, isim deyil. İsmin sonuna cavab verib isim olmayan E olacaq. Deməli, 1 E. Niyə? Ətrafdaşlar sözü kim? Ətrafdaşlar. Kim sonuna cavab verdi? Amma sifətdir. Bizə nə deyir? Deyir, ismin sonuna cavab versin, amma isim olmasın. Bəli, 1 E. Cümlə daxilində sifətin sonuna cavab verir, sifət deyir. Sifətin sonuna cavab versin, amma sifət olmasın. Aldığım yun corab. Yun sözü burada. Hansı? Necə corab? Yun corab. Sifətin sonuna cavab verir, amma isimdir. Deməli, 2A, sonra baxaq. Gözəl insan, gözəl sifətdir bu, getdi. Dəri çanta. Necə çanta? Dəri çanta. Amma dəri söz biz bilirik ki, isimdir. Sifətin sonuna cavab verdi, deməli isim olur. 1-ə 2-acı. 1-ə 2-acı cavab A variantı olacaq. 22-ci sualda cavabımız oldu nə? A variantı. Sonra 23-cü suala bax. Çapıntıda çıxmış dərsliyi ona görə almışdım ki, yeni dəyişiklikdən xəbərdar olun. Yeni sözdür. Orada biraz aydın düşməyibdir. Deməli, yeni dəyişiklikdən xəbərdar olunmaq üçün çapıntıda çıxmış dərsliyi almışdım. Deməli, birinci baş cümlə gələcək. Çapdan çıxmış dərsliyi ona görə almışdım. O isə olacaq baş cümlə, digər hissə olacaq budaq cümlə. Deməli, bir doğru fikirdir. Baş və budaq cümlə xəbər nəticəsilə ifadə olunmuşdu. Almışdım və xəbərdar olun. Bu da deməli xəbər oldu və nəticəsi oldu. 1, 2. Budaq cümlə baş cümlə 2 ədatı xeyr, bu səhvdir. Getdi, köməkçi işlənmişdir. Almışdı. D idi hissəci idi. Xəbərdar olun, burada bu olmadı. Köməkçi söz işlənmişdir. İşlənib işlənməyində birinci tərəfdə işlənib, amma ikinci tərəfdə bizə demir hər iki tərəf. Sadəcə işlənibdir. Bəli, işlənibdir 4. Cavabımız 1, 2, 4 olacaq. Ümumi işləndiyini deyir. Həm baş, həm budaq cümlədə işləndiyini demir. Sadəcə deyir, işlənibdir. Bəli, işlənib, almışdım. Orada da idi hissəci idi. Çünki mış zaman şəkilsiz. Zaman şəkilsindən sonra gəlirsə, deməli, idi hissəci olacaq. Gəldi 24-ə. Hansı mürəkkəb zərflərin yazılışı yanlışdır? Mürəkkəb zərflərin yazılışı yanlışdır. Deməli, 1 doğru, 2 doğru, 3 doğru. Başdan başa xətt yaddan çıxılıbdır. 4 olacaq. Sözbəsöz bitişik yazılmalıdır. 5 olacaq. Hər an ayrı yazılacaq 6. 4, 5, 6. 4, 5, 6. 24-də 4, 5, 6 olacaq. Uşaqlıq arzusu birləşməsinin asıl tərəfinin fonetik təhlil ilə bağlı doğru fikirləri müəyyən edin. Bu müddənin tələffüzünü buraya yazın. Uşaqlıq. Bu formada olacaq tələffüzü. Deyir, kar samitlə bitirir. Qız cingilti getdi. Sözdə qalın qapalı saitlərin sayı ilə qarşılıq olan kar samitlərin sayı eynidir. Qalın qapalı u ilə ıdır. Deməli, qarşılıq olan kar samitlər bəs hansılardır? Ş ilə x. Ş və x. Hər ikisinin sayı 2-dir. Deməli, bu doğru fikirdir. Qarşılıq olmayan kar samitlər. Qarşılıq olmayan kar samit hansı samitdir? H. H var mı orada? Yox. Deməli, getdi. K samitin cingiltili qarşılığı qıdır. Q var mı? Yox. Deməli, 4-də getdi. Kar və cingiltili samit cütlüyü işlənib. Bəli. X ilə q kar cingiltili samit cütlüyüdür. Deməli, burada cavabımız olacaq 2, 5. Gəldik 26-cı sual. Yalnız ədat kimi işlənə bilən nümunələri müəyyən edin. Yalnız ədat kimi işlənə bilən
daha məhz axı ola bilər. 2, 3, 6. Ola bilsin ki, bəzi məqamlarda daha sözünü zərf kimi yazan kitablar da var. Yəni daha sözünü götürməyə də bilərlər. Amma ki, əslində götürülməlidir. Cavab 2, 3, 6 cavabı olacaq. Daha sözü ədad kimi işlənir. Məhz axı. Əslində bunların hamısı işlənə bilir işlənməyinə. Sadəcə olaraq nədir məsələ? Təkcə ədad kimi işlənən bizə lazımdır. Məhz aydın məsələ təkcə ədad kimi işlənir. Axı da təkcə ədad kimi. Daha da dediyim kimi, indi bəzi məqamlarda zərf kimi mənbələrin yazdığı var. Amma ki, orada da baxırıq ki, zərf yox, ədad funksiyasında daha çox işlənir. 26-cı sualda 2, 3, 6 götürdük. 27-ci suala baxaq. Yazım növləri ilə bağlı uyğunluğu müəyyənləşdirin. Şəkli yazı. Şəkli yazı bir dənə axtaraq görək burada harda var. Şəklinin çəkilməsi bax. Deməli, bir əddir. Fikri yazı. Fikri yazı, fikri yazı. Cümlə özlərinin işarəsi. 2-də A. 3-ə. Hərfi yazı. Yazının ən mükəmməl çevir forması. Hə, budur. 3-ə C. Deməli, 27-ci sualda cavabımız olacaq. 1-də 2A, 3-də C. Keçək növbəti sual. Növbəti suallar mətn sualıdır. Bir dənə baxaq mətnə gözləyək. Suala baxaq. Azərbaycanla başqa ölkələrdə birləşdirilmişdi. 19-20-ci əsrlərdə dəmir yolu nəqliyyatı Azərbaycanla başqa ölkələrdə birləşdirilmişdi. Azərbaycanla başqa ölkəni birləşdirməyə 3 dəqiqə. Görək mətnimizdə harda var. Bakı Balaxanı yox. Bu başqa ölkəni birləşdirmək lazım. Hə, 1 dəqiqə. Bakı Tiflis bax. Bu cümləni yaza bilərsiniz. Bir də bu cümlə var. Bu 2 dənə cümləni bura, deməli bizə nə istəyir? Hökm əsaslandırmaq. Deməli burada hökm verilibdir. Biz də bu hökmü əsaslandırırıq. Bax 2 dənə cümlə. Hərəsini birinə yazsan, bir bu Bakı Tiflis, bir də Bakı Dərbənd. Bu ikisi Azərbaycanı başqa ölkə ilə birləşdirir. O 2 dənə cümlənin birini bura yazsan, Bakı Tiflisi bura yazsan, Bakı Dərbəndi də bura yazsan. Bu da olur sənin doğru cavabın. Hadisə dəmir yolu nəqliyyatı yarandı və inkişaf etdi. Dəmir yolu nəqliyyatının yaranmasının səbəbini biz tapmalıyıq. Səbəbi 1 dəqiqə baxın mətnə. Səbəb nə idi? Hə, elə bax bu hissə. Dəmir yolu nəqliyyatı müxtəlif işlərə uzaq məsafələrə kütləvi şəkildə yüksək sürətlə və qat-qat aparılması ilə, həmçinin hərəkətin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi idi və bunda nə deməli? Bundan sonra nə baş verir? Dəmir yolu nəqliyyatı yaranır və inkişaf edir. Nəticədə nə baş verir? Nəticəni də buradan hardan yazaq? Mətnə baxın. Nəticədə heç nə. Nəticədə bir çox deməli ölkələr dəmir yolu nəqliyyatı vasitəsilə belə deyim, birləşdirilir falan. Bax bu hissədə olan bir şeydən bax. Buradan cümlə seçib səliqəli formada yazmaq lazımdır. 30-cu sual. Tünd qara hərflərlə verilmiş sözlərin kontekstə uyğun mənalarını izah edin. Tünd qara hərflərlə verilmiş müntəzəmlik, aparıcı, bir də hansı sözdür və s. Müntəzəmliyi, ardıcıllığı, sistematikliyi. Bax buraya yazsan. Ardıcıllığı, sistematikliyi. Aparıcı, irəli gedən, qabağa gedən. Baş, əsas, və s. Sonra növbəti sözdə vəsait sözü idi. Deməli, vəsait də hər hansı bir məqsəd üçün ayrılan pul və yaxud da hər hansı bir layihə üçün ayrılan pul, xərclənən pul bu mənaları verir. Bax, təkrar edirəm. Deməli, vəsait də hər hansı bir məqsəd üçün, hər hansı bir layihə üçün ayrılan, xərclənən pul. Bu günlük bu qədər. İnşallah bundan sonra kanalımızda daimi video dərslərimiz olacaq. Kanalımızı izləyin, abunə olun və dərslərimizdən faydalanın. Təkcə Azərbaycan dilinin ədəbiyyatla bağlı yox, bütün fənlərlə bağlı dərslərimiz olacaq. Sağ olun, növbəti görüşəcək.